Ama meyxanaçılar daha buna çox üstünlük verirlər ki, bir çepeyləri olmasın ki, başa qalxınca olmasın. Amma bizim bir rubrikamız var, dinən sözü, buyur. Biz ümumiyyətlə sənət adamlarının içində xalqla ən yaxın rabitədə olan sənət adamları meyxana deyənlərdir. Çünki bizim səhnəmiz yoxdur. Biz oturduğumuz yerlə cəmaatla aramızda belədir. Mənim stəkanımı götürüb çay içə bilirdi, o qədər yerdə. Yox, hərdən birdən görürəm, qaldırırsınız, qoyursunuz, yuxarıda oturursunuz. Biz qaldırıb qoymuruq. Kimsə toy gəlsə özü səhnə düzəldir. Bizim getdiyimiz toylarda bizim səhnəmizdən Mən orada bir dənə sıralamanı anlamıram. Populyarlar ortada oturur, populyar olmayanlar qıraqda. Kim gəldi birinci oturdu odur. Biz də bu xalqın övladıyıq, biz də Azərbaycanlıyıq. Bizim də eyni sizin kimi məişət problemlərimiz var. Biz də zibil atmağa gedirik, çörək almağa gedirik. Bəzən bizə elə yanaşırlar ki, elə bil biz bir dənə belə başqa dünyadan gəlmiş adamlarıq, hamıya da belə yuxarıdan baxırıq. Bizim yeganə insanlardan fərqimiz odur ki, biz sürətli söz deyə bilirik, qafiyəli söz deyə bilirik. Bildiyimiz mövzular hamısı. Gecə saat 3-də kimsə zəng vursa ki, gəl gün oturmuşuq, ürəyimiz meyxana istəyir, durub gedəcəksiniz. Baxır zəng vuran kimdir? Aha. Zəng vurandan elə adam var ki, ərki çatır, dostundur, zəng vura bilir. Mənə hörmət edən dostum 3-də məni niyə yuxudan durğuzmalıdır? Mən o çörək puluya görə ailəmin yanından durub bura getməliyəm. Ərk məsələsi var. Çörək pulu yox, elə belə çay içməyə də çağıra bilərsən gecə 3-də. Gecə 3-dən? Yox, deyirəm də ərk məsələsi var. Mən də gecə saat 3-də kimə O klarnetçilərin Allah ölənlərdən rəhmət bir də adam ola bilər ki, rəhmət ola gecə saat 2-nin yarısı ana muğamı. Bir də adam var Ana ki, çağırmır, bu özünü deyir. Ana yox, bu özünü deyir, çağırsalar gedər. hə, bir də var ki, öz adına da onun. Sən tanımır, yığır ki, ağaç ürəyimiz səni istədi. Elə tanımayan adam. Tanımayan adam mənə gecə saat 3-də zəng vura bilməz ümumiyyətlə.